Bu qarşımda gördüyünüz dünyanın ilk ana südü monitoru cihazıdır. Gördüyünüz hissə qadının süd verən nahiyəsinə yerləşdirilir və uşaq südü qidanı bu hissədən qəbul edir. Paralel olaraq tətbiqdə qida ilə bağlı olan məlumatların analizi aparılır. Məhz uc hissəsində sensorlar yerləşdirilibdir. Həmin sensorlar vasitəsilə monitorinq həyata keçirilir və ana birbaşa tətbiq vasitəsilə izləyə bilir ki, uşaq nə qədər qida qəbul elədi və qida ilə bağlı digər informasiyalar yer alır. Çox maraqlı bir cihazdır. CES çərçivəsində Las Vegasda sərgilənir. Amma gördüyünüz kimi USB kabel də var ki, davamlı olaraq enerji ilə təmin etmək lazımdır. Baxın, tətbiqdə bu formada göstərilir. CES çərçivəsində həqiqətən çox maraqlı tibbi texnologiyalar nümayiş olunur. Azercell'in ekskluziv təqdimatında Las Vegasdan yayımlarımızı izləyirsiniz.